Deməli ağrımağıma baxmayaraq həkimimlə danışdım. Ramil doktor dedi ki, dişlərinin sökülmək vaxtıdır, gəl Rəqsanə xanım. Mən də hal-hazırda evdən çıxıram, doktorumun yanına dişlərimə. Sonra isə yemək bloklarımı çəkmək üçün tutacam Məşdağaya. Öpürəm sizi. Bir mövzuya istəyirəm mən də öz fikirlərimi bildirim. Dünəndən baxıram ki, bir narkoloji reabilitasiya mərkəzindən bir jurnalistimiz gedib tapa bilmirlər. Amma mən sonra girdim o reabilitasiya mərkəzinin bütün səhifəsinin Instagramını, TikTokunu izlədim, baxdım. Və orada həmin jurnalistə olunan hörmət, diqqəti, qayğını və onu necə qoruyurlar, ona necə diqqət edirlər gördüm. Düzdür, biraz o jurnalistin qaçmaq məsələsi çox yaxşı qarşılanmayıb, bir mənalı qarşılanıb. Hər öz fikirlərini bildirir. Mən düşünürəm ki, əgər bu insanlar onların yanında olurlarsa, onların sağlamlığına ziyanı olmasın, onları yenidən həyata qaytarırlarsa, nəyi də pisdir. Mən düşünürəm ki, bu reabilitasiya mərkəzləri təbii ki, qanunla, qayda ilə işləyirlər. Dövlətin lisenziyası. Xəstəlik də ki, gördüyünüz kimi davam eləyir. Çox sağ olun, direktimə çoxlu dərmanlar və məni sağaldası dərmanların adlarını yazırsınız, göndərirsiniz. Hamısından da istifadə eləyirəm. İnanın Allaha, heç bir şey adama kömək etmir. Qətiyə. Edirəm, köməkliyini görmürəm də, yəni. Sistemləri də vurdurdum, dərmanlarda inqalyasiya elədim. Nə bilim, təzdən axırda bankalandım. Yenə də eyni şeydir. Heç belə bir nə oyandıq, nə buyandıq. Öskürək qutarmır ki, qutarmır. Mən də ona görə dişlərimi çoxdan elətdirməliyəm, qalmışam bu xəstəliyimə görə. Axıra doktorumla məsləhətləşdim ki, problem olmaz ki, dedi, yox qızım, gəl eləyim. Deyirəm, gedim dişlərimlə də qutarım. Bu arada da yeni bir mahnı gəlir Yapondan. Gözəl bir mahnı.